Yatağımın kənarında olan tibbi avadanlıqların işlək vəziyyətdə olduğunu gördüm və فبالله كم تستطيب tibb bacıları vəziyyətinin ağırlığından xəbər tutmadılarmı? Yox, bilmədim niyə. Amma qoşulduğum tibbi avadanlıq xəbərdarlıq eləmədi. Bir müddət heç bir tibb bacısı cismimə baş çəkmədi. İlk dəfə olduğu kimi bütün xəstəxananı müşahidə edə bildimmi? Bəli, bütün binanı, bay hissəni və hətta gözətçi otağını belə. Lakin bu dəfə səs eşitmirdim. Dəhlizdə dayanan tibb bacılarının dodaqlarının tərpəndiyini görsəm də səslərini eşitmirdim. Nə danışdıqlarını anlamırdım, nə danışdıqlarını anlayırdım. Amma səslərini eşitmirdim. Beyin ölümü keçirdiyini nə vaxt anladılar? Təxminən 5 dəqiqədən sonra. Yuxarıdan gördüm ki, dəhlizdə olan tibb bacılarından biri başını çevirdi. Ağzını açaraq yüksək səslə dedi. Yəni yüksək səslə belə dediyini anladım. Səhər, kanalı dəyişməyimi istəyirsənmi? Cavab eşitmədikdə belə düşündü. Səhər niyə cavab vermir? Gedim görüm yuxuya mı gedib? Hərəkətə başladı. Reanimasiyaya daxil olub cismimə tərəf gəldi və üzünü üzümə yaxınlaşdırdı. Yenidən dodaqları tərpənməyə başladı. Səsini eşitmədən məndən "Səhər yatmısan?" deyə soruşduğunu anladım. Əlimi tutdu, sonra üzümü tərpətdi. Birdən-birə özünü itirdi. Qışqırdığını anladım. "Uşaqlar, gəlin, deyəsən səhər yenə beyin ölümü keçirib." Tibb bacıları həyəcanlı halda otağa gəldilər və onlardan biri həkimə xəbər etdi. Həkimin gəlməsi 1 dəqiqə çəkdi. Onun diaqnozuna əsasən yenidən beyin ölümü keçirmişdim. İşinə başladı. Bu dəfə keçən dəfədən fərqli olaraq yuxarıda daha çox qaldım. Aşağı düşməyə və ya xəstəxananın həyətində gəzməyə cəhd etmədimmi? Xeyr, orada qalmağa üstünlük verdim. Axırı necə oldu? Həkimin başı mənə qarışmışdı ki, birdən-birə ətrafı adamla doldu. Hamının monitora baxdığını gördüm. Həmin an eşitmə probleminin aradan qalxdığını anladım. Artıq rahatlıqla səsləri eşidə bilirdim. Həkimin tibb bacısına belə dediyini eşitdim. Ürək infarktı keçirib, tələsin. Daha sonra bu səsləri eşitdim. Nəbzi yoxdur, qan cərəyanı dayanıb. Yenidən canlandırma əməliyyatına başlayın. Xanım filankəs, nəyə baxırsınız? Tez olun. Traxeyanın intubasiyasını icra eləyin. Oksigen, ürək masajı, 1 milli atropin, monitoru yaxşı gözdən keçir. Aparatın dəqiq işlədiyindən əmin ol. Yenidən 1 milli adrenalin. Ürək işə başlamır. Heç bir narahatlığın yox idi. Yox idi və artıq işimin bitdiyinə əmin idim. Etdiklərimə və etmədiklərimə görə Allahdan məni bağışlamasını diləyirdim. Həkimlərin uğur qazanmasını heç mi istəmirdin? Yox. Amma zəhmətləri nəticə verdi. Əslində cismimə yenidən geri dönməyim Allahın istəyi idi. Sonuncu şokdan sonra hansısa bir qüvvənin məni cismimi tərəf geri çəkdiyini hiss elədim. Güclü qüvvə idi, bəli. Amma anladığıma görə məni cismimə çətinliklə qaytarırdı. Sanki çəkim milyonlarla ton idi. Hər bir halda yavaş-yavaş çəkilir, qabağa getdikcə boz rəngdə olan tellər qısalırdı. Nəhayət ayağımın baş barmaqlarının üzərində olduğumu hiss etdim. Həmin vaxt cismimin baş barmaqları bir-birinə yapışmış halda idi. Həmin barmaqlarımdan bədənimə daxil olmağa başladım. Dərhal barmaqlarımın isti enerji ilə dolduğunu hiss elədim. Mən ayağımda aram-aram irəliləyirdim. Tədricən dizlərimə və bud hissəmə çatırdım. Daha yaxşı anlamağınız üçün bədənimi şüşədən ibarət boş bir heykəl olaraq təsəvvür edin. Sanki bu heykələ aşağıdan yuxarıya doğru enerjili buxar üfürülür. Bu buxar bədənimin bütün hissələrini dolduraraq önə gedirdi. Eyni anda bədən üzvlərim bir-bir canlanırdı. Mən bədənimin son hissəsinə, yəni başımın son nöqtəsinə çatana qədər irəlilədim. Həmin an həkimin sevinç dolu səsini eşitdim. Təhlükə sovuşdu. Ürəyi yenidən döyünməyə başladı. Ətrafımdakı səsləri eşitməyim daha bir neçə dəqiqə davam elədi. Allah ona rəhm eləsin. Həm beyin ölümü keçirdi, həm də ürək döyüntüsü dayandı. Kardiologiya şöbəsinə zəng edib doktor filankəsə xanımdan dərhal gəlməsini istəyin. Doktor filankəs, 1 nömrəli yataqda yerləşən xəstəmiz ürək infarktı keçirib. Lütfən özünüzü çatdırın. Bundan sonra səslər kəsildi və dərin yuxuya qərq oldum. Əslində yenidən komaya düşdüm. Bu dəfə də nəsə eşidib gördümmü? Yox, komaya düşdüyüm zaman gözlərim görmür və sağ tərəfim hələ də iflic idi. Sol tərəfim də lazımə qədər hissiyata sahib deyildi. Komada neçə gün qaldın? 3 gün. Sonralar bildim ki, həkimlər düzəlmə ehtimalının olmadığı qənaətinə gəliblər.
Onların gəldiyi nəticəyə əsasən mən sağlam deyildim. Qəmli sonluğa sahib olan bir qız. Onlar mənimlə bağlı xüsusi bir iş görmürdülər. İstəmədiklərinə görə yox, bacarmadıqlarına görə. 2 beyin və bir ürək infarktından sonra məni Əzrailə tapşırmağa məcbur qalmışdılar. Hətta bəziləri daha tez ölüb az ağrı çəkməyimi diləyirdilər. Lakin sən komadan çıxmaqla hamını təəccübləndirdin. Bu necə baş verdi? 3-cü günün axşamı gözlənilmədən sübh azanının səsini eşitdim. Bunun ardınca gözüm reanimasiyanın qapısına sataşdı. Qapı şüşədən idi və önümdə yerləşirdi. Gözlə, dedin ki, gözün reanimasiyanın şüşəli qapısına düşdü. Axı sən həmin vaxt görmürdün. Qapını cismimlə deyil, eterik bədənimlə görməyə başlamışdım. Yəni yenidən bədənindən çıxmışdın? Əmin deyiləm. Lakin yuxarıda olmağım dəqiq idi. Bəlkə də cismimin içində, ya da ona yaxın bir yerdə idim. Davam elə. Birdən-birə şüşə qapıdan bir nurun reanimasiyaya daxil olmasını gördüm. Nur sözü beynimi qarışdırdı. Konkret olaraq necə bir nur? Qızılı nur toplusu. Olduqca parlaq və aramlıq bəxş eləyən bir nur. Üzr istəyirəm. Mən daim nur mövzusu barədə maraqlanmışam. Bu səbəbdən hekayəni yarıda saxlayıb bu barədə daha çox öyrənmək istəyirəm. Bu mövzunu mənim üçün daha aydın izah eləməyə çalış. Belə deyim, nur idi, lakin yer üzündə olan nurlardan fərqli. Çox parlaq, hətta günəş işığından daha parlaq idi. Nurun parlaqlığı səni narahat eləmirdi? Xeyr, parlaq olsa da göz qamaşdırıcı deyildi. Təbii ki, cisim gözü ilə ona baxmaq olmazdı. Gün işığı ilə fərqi nədə idi? Gün işığının nuru onunla müqayisədə iti və qızmar, çirkin, kobud və ruhsuzdur. O nur isə gözəl idi, yumşaq, ilıq, sakitləşdirici. Çox gözəl. Parlaq nur toplusu şüşə qapıdan reanimasiyaya daxil oldu. 3 addımlıq məsafə qət edərək mənə tərəf gəlib dayandı. Həmin an nurun içində sarı rəngli əbadı olan bir kişini müşahidə elədim. Üzünü də gördünmü? İlk anlarda üzü görünmürdü. Lakin bir müddət sonra göründü. Həddindən artıq gözəl idi. Xalis gözəllik. Ümumiyyətlə, sanki gözəlliyin özü idi. Əbası necə idi? Adi əbalar kimi idi. Bəli, lakin adi əba materialında deyildi. Məncə qızılı rəngdə olan nur tellərindən idi. Dəqiq bilmirəm. Bəlkə də qızıl tozundan hazırlanmışdı. Sonra bir səs o şəxsin adını mənə dedi. Bağışlayın, mən istəmirəm. Mən onun adını sizə demək istəmirəm. Etiraz etməyəcəyinizə ümid edirəm. Etiraz eləmirəm. Çox sağ olun. Onun adını bildikdən sonra dərhal ona salam verdim. O da mülayim və mehribanlıqla salamımı aldı və dedi. Səhərcan, sənin ölümün hələ çatmayıb. Allah dünyada daha çox yaşamağını istəyir. Elə buradaca deməliyəm ki, o danışanda dodaqları tərpənmirdi. Təbii olaraq ağzından səs də çıxmırdı. Bəs necə danışırdı? Cümlələrini danışmadan beynimi ötürürdü. Bir növ səssiz səda idi. Bu arada beynimi ötürülən cümlələr sırf sözlərdən ibarət deyildi. Həm də hiss və duyğuları ehtiva eləyirdi. Əslində sözlərlə bərabər duyğularını da ötürürdü. Anlayırsınızmı? Çalışıram. Deməli o şəxs sənə dedi ki, Allah hələ dünyada yaşamağını istəyir. Bəli. Daha sonra bir addım qabağa gəldi və gözlənilmədən bu anda səhər ağlamağa başladı. İlk öncə asta, daha sonra isə uca səslə. Arıq çiyinləri şiddətli tufanla üzləşən ağac budaqları kimi tir-tir əsirdi. Özünü ələ alanadək gözlədim. O bir addım irəliyə gəldi və gözlənilmədən nurdan olan halqası ətrafımı bürüdü. Mən onu əhatəyə alan nurda qərq oldum. Nurda qərq oldum. Qaranlıq otaqda birdən-birə işığı yandırdığımız zaman olduğu kimi, teatr səhnəsində aktyorların üzərinə salınan işıq kimi, yox, içi və çölü nurla dolu olan bir işıqlı lampa kimi. Lakin yalnız nur deyildi, həm də xalis parlaqlıq, eşq, iman və dərin biliyin qarışığı idi. Eşq, aramlıq, imanla dolduğumu hiss elədim. Bir anlıq dayanıb dedi, müəyyən qədərdə bilik əldə eləmişdim. İçinin eşq, aramlıq və imanla dolduğunu təxminən anlaya bildim. Anlaya bilmədiyim şey bilik oldu. Fikrimcə tamamilə aydındır. O nurda xüsusi eşq, iman, aramlıq, bilik var idi və onlar mənə ötürüldü. Bu səbəbdən də indi əvvəllər bilmədiyim şeyləri bilirəm. Sən indi, yəni ölümü təcrübə eləməmişdən öncə bilmədiyin nəyi bilirsən?
Əllərini üzünə tutdu. Boğazındakı qəhəri udub dedi. Kifayətdir, xahiş edirəm. Ədəbsiz kimi görünmək istəmirəm, amma lütfən bu barədə heç nə soruşmayın. O məni bulağın gözünə qədər aparıb susuz qaytarırdı. Bu insafsızlıq idi. Niyə soruşmamalıyam ki? Bu sual iynə kimi beynimə saplanmışdı və laqeyd qala bilmirdim. Bacarmıram, istəmirəm. Məncə cavab verməməliyəm. Nə olar ki? Qəhər səsinin tutulmasına səbəb olmuşdu. Xahiş edirəm, bəsdir, yalvarıram, sizi and verirəm Allaha. Bu sözləri məni arxaya addım atmağa vadar elədi. Çox yaxşı, sonda nə oldu? Səsi hələ də tutqun idi. Dünya zamanı əsasən bir saat o şəxsin huzurunda idim. Məni özü ilə başqa bir dünyaya apardı və bir çox səhnələri göstərdikdən sonra yenidən xəstəxanaya qaytardı. Yenidən ağlamağa başladı və mən yenə də ona içini boşaltmaq üçün fürsət verdim. Sakitləşdikdən sonra dedi, məni bağışlayın, sizi incitdim. Lakin bəzi şeyləri şəxsi xatirələr olaraq özümdə saxlamışam ya da sirr olaraq. Sizi başa düşürəm. O şəxs barədə daha bir qədər də məlumat verə bilərsinizmi? Ümumi olaraq deyim ki, o hədsiz mehriban, bilikli, pak və xalis idi. Zahirdə məndən ayrı olsa da, həqiqətdə bütün ruhuma hopmuşdu. İlk anlardan etibarən onu uzun zamandır tanıdığımı anladım. Onu nə vaxtdan bəri tanıyırdın? Yaradılışın ilk anlarından etibarən. Doğrudan, tarixin ilk çağlarından onu tanıyırdın. Ədəbi bir ifadə oldu. Bəli, bu cürdə demək olar. O mənim mövlam idi. Xoşbəxtlik səbəbim, bələdçim, dostum, dayağım, xilas edicim, ümid mənbəyim idi. Göz yaşlarının arxasından mənə baxaraq davam elədi. İcazə verin bu hissəsindən ötüm. Əgər icazə verməsəm, etiraz edəsəm, daha çox məlumat öyrənməyə şansım olacaqmı? Xeyr. Sizə sonsuz hörmət bəsləməyimə baxmayaraq xeyr. O zaman keçək. Sonda isə o getməli olduğunu dedi. Mənəvi bir ata tək mehribanlıqla mənə baxdı. Allah amanında demək üçün mənə baxıb yanımdan ayrıldı. Həmin an ona hörmət əlaməti olaraq oturub sağollaşmaq istədim və birdən-birə yatağın üzərində oturdum. Cisminə daxil olmuş halda oturdun, yəni hörmət əlaməti olaraq oturan sənin cismin idi, sağ tərəfi bütünlüklə iflic olan və heç bir hissə sahib olmayan cismin, bəli. Bir neçə an oturub yenidən arxa üstə uzandım. İndi cismani gözlərim tamamilə açıq idi. Ətrafımda olan hər şeyi və hər kəsi dəqiqliyi ilə görürdüm. O cümlədə tibb bacısı olan xanım filankəsi. O şoka düşmüş vəziyyətdə yatağımın kənarında durmuşdu. Çox üzr istəyirəm. O şəxs getdi. Oturduğum zaman gözdən itdi. Xanım filankət çarpayının kənarında şoka düşmüş vəziyyətdə dayanmışdı və mənə baxırdı. Özünə gələr gəlməz məndən soruşdu. Sən nə elədin? Sakitcə dedim. Nə etdim? İnana bilmirəm. Birdən-birə yatağın üzərində oturdun. Bunu necə elədin? Bunu necə bacardın? Başqa bir tibb bacısı xanım filankəs mənə yaxınlaşdı. Xanım filankəs hadisəni ona danışdı. Nə gördüyümə inana bilməzsən. Səhər komadan çıxıb bir anlıq oturdu. Xanım filankəs qabağa gəlib məndən soruşdu. Səhər yaxşısan? Çox yaxşıyam. Bilirsən, mən yenidən görə bilirəm. Heyrətlənmiş halda barmaqlarını dodaqlarının üzərinə qoydu. Sən nə dedin? Görə bilirsən? Bəli, inanmadı. Bu mümkün deyil. Düz deyirsənsə de görüm mən nə geyinmişəm. Gülüb cavab verdim. Tibb bacısı nə geyinər? Ağ xalat. Əlində də qırmızı bir qələm var. Çox sevindi. Dərhal bütün işıqları yandırdı. Digər tibb bacılarını da çağırdıqdan sonra gedib doktor filankəsə gətirdi. Xanım filankəs olub bitənə doktor filankəsə danışdı. Doktor onun sözlərini eşidəndə başını yelləyib dedi. Bu qeyri-mümkündür. Onun yataqda oturması mümkün deyil. Bədəninin yarısı tamamilə iflic vəziyyətdə idi. Digər yarısının da hissiyatı yoxdur. Bundan əlavə, xanım filankəs onun sözlərini kəsib dedi. Amma mən bunu öz gözlərimlə gördüm. Bu bir anlıq olsa da baş verdi. Yaxşı, bu bir tərəfə. Bəs gözləri barədə nə deyirsiniz? Gözləri də görür. Doktor yanımda dayandı və şübhəli baxışlarla məni nəzərdən keçirdi. Sonra xalatının bir neçə düyməsini açaraq məndən soruşdu. Xalatımın altından nə geyindiyimi deyə bilərsənmi? Mavi rəngdə köynək, bir dəqiqə. Orada bir saç teli də var, düz köynəyinizin yaxasında. Doktor köynəyini biraz aşağı çəkib saç telini görüb götürdü. Çox təsirlənmişdi. Sağ əlimin biləyini tutub sıxdı. Zəif ah səsimi eşidəndə soruşdu. Ağrıdı? Bəli, hətta barmaqlarınızın istiliyini də hiss elədim. Yəni bədənimin hissiyatı da var. Sağ tərəfin artıq iflic deyil. Bunu dedikdən sonra gözləri doldu. Beləliklə gözlənilmədən tam sağaldım.